Dostlar, kanalıma hoş geldiniz. Bugün sizinle Chess.com'da oyunlar oynayacağıq. Amma mən düşünürəm ki, sizə bunu dərs başa salın. Birinci dərsimiz olaraq sizə Chess.com'da nə etmək olur? Yəni nəyə yarayır bu Chess.com? Chess.com'a giririk. Chess.com'a girmək üçün buradan axtar yerindən chess yazsaq girə biləcəyik. Amma mən Chess.com'u öz kompüterimdə yükləmişəm. Oradan giririk. Burada tapşırıq döyüşləri falan var. Birincisi Chess.com'un əsas səhifəsini başlayacağam. Burada sizin oynadığınız oyunlar var da son oynadığınız oyunlar görünür. Mənim son oynadığım oyun Nurlan Vahizadə ilə olub. Sizin burada güllə reytinginiz, rapid reytinginiz, ildırım reytinginiz, taxmacalar reytinginiz, taktiki baskının reytinginiz olur. Yəni nə qədər edəmsiniz bunlardan? Rapid reytingi sizin hər udduğunuz oyundan sizə verilən reytingdir. Burada sizin oynadığınız bütün oyunlar var. Bütün oyunları burada görə bilərsiniz. Bütün oyunları burada görürük. Ondan sonra Chess.com'un əsas hissəsi çox balacadır. Əsas hissəyə girdik. Buydu. Ondan sonra sizin mesajlar hissəniz var. Mesajlar hissəsinə basdıqda sizin başqa insanlarla elədiyiniz mesajlar gəlir. Ondan sonra statistika. Statistika yerinə giririk. Burada 7 günlük, 30 günlük, 90 günlük, 1 illik bütün zamanlar elənlər var. Elənən oyunlar var. 7 gün ərzində 10 oyun oynanılıb. Yəni mən çox oynamırdım. Heç bir tapmaca eləməmişəm. 30 gün ərzində 49 oyun oynanılıb. Yəni tapmaca olmayıb. 61 oyun oynanılıb. Tapmaca olmayıb. Bir il ərzində 212 oyun, 12 tapmaca. Bütün zamanlar 257 oyun, 37 tapmaca həll olunub. Sizin gündəlik, günlük 960, ildırım, güllə, rapid, canlı, dörtlü şahmat, çılğın şahmat, mərkəzin şahı, 3 dəfə şah, yəni bunlara girmək olur da, 3 dəfə şah, bunların hamısına belə girmək olur. Gündəliyə bastım. Gündəliyə oynadığım oyunlardır. Yəni bunları çox şey eləmirəm mən. Burada görə bilərsiniz nə vaxt girmişsiniz. Mən 18 yanvar 2023-də Chess.com'a daxil olmuşam. Orada hesabım olur. Sonra mükafatlar yeri var. Mükafatlar yerində o qədər də şey eləmək lazım deyil. Yəni çox da lazım bir şey deyil də. Ona görə mükafatlar yerini keçirik. Bu da sizin profil yerinizdir. Profil yerinizdə bütün oynadığınız oyunlar var. Yəni tam olaraq bütün deyil. Bəziləri verilib. Ondan sonra profil yerində də qutardıq balaca bir yerdir. Sizin burada dostlarınız var. Mənim dostlarım bunlardır hamısı. Burada görünənlər sizin dostlarınız. 11 dostum var. Chess.com'da sizə bir dənə məsləhət verim ki, heç vaxt bu çıxış düyməsinə basmayın. Mən çıxış düyməsinə basmışam. Çox bərbad bir şey qarşıma gəlib. Yəni basmayın. Bassaz, ümumiyyətlə Chess.com'dan çıxacaqsınız. Amma sizin hesabınız Chess.com'da duracaq. Yəni bu Chess.com'dan çıxsınız, bir də girəməyəsiniz amma buna. Gərək dəyişik şeylərdən girəsiniz. Chess.com'un əsas səhifəsi belədir. Ondan sonra oynayır var. Oynaya bastıq.
Oynaya basanda burada 1 dəqiqəlik oynaya bilərsən. Güllə 1 dəqiqəlik, 1-1, 2-yə 1. İldırım 3 dəqiqəlik, 3-2, 5 dəqiqəlik. Rapid 10 dəqiqə, 15, 10, 30 dəqiqə. Gündəlik 1 gün, 3 gün, 7 gün oynamaq olar. 7 gün oynamaq olar. Burada siz oyun oynadığınız zaman özünüzü ağ deyə bilərsiniz, qara da. Yəni onu başqa dərslərimizdə sizə göstərəcəm. İndi burada sizə göstərdim. Oyun hissəsində budur. Playbots. Playbots'da gözləyib bir dənə atılsın. Aha. Playbots'da siz robotlarla oynuyorsunuz da. Burada robotlarla oynayacaqsınız. Bu robotlarla oynayıb hamısını kesirsiniz də. Elə bu da adi insanlarla oynamaqdır. Sadəcə robotlar asandan çətinə qədərdir. Ondan sonra turnirlər hissəsi var. Bu dəqiqə 10-0 Rapid arenası var. Crazion House arenası var. Burada gördüklərinizin hamısı bu dəqiqədən turnirlərdir. Hamısına qoşulmaq üçün yeri də var. Ondan sonra 4 player variant. Burada sizə gələn dərslərimizə göstərəcəm. Baxın. 4 player oyun gedəcək. Siz qırmızı ola bilərsiniz, yaşlı ola bilərsiniz, sarı və yaxud mavi ola bilərsiniz. 4 player oyunu olacaq da. Siz buradan oynayacaqsınız, o oradan oynayacaq. Və elə siz buna mat elədiniz, bu sizə mat elədi, bu onu mat elədi, elə bir şeydir. Ən axırı kim qalsa odur. Həm də ki, burada sizin xallarınız da görünür. Ən çox xal yığan da odur. Ondan sonra burada liderlik cədvəli var. İldırım reytinginizdə Hikaru birinci yerdədir. Güllə reytingində Philip Pians birinci yerdədir. Rapid reytinginizdə Gutov Andrei birinci yerdədir. Gündəlik oynayanlardan Former Prodigy birinci yerdədir. Gündəlik 960 birinci yerdə olan Sıyını Tax Saha. Başqa ölkələr olduğu üçün tam da oxuya bilmədim. Taktiki baskında. Gamer 20009 birinci yerdədir. Tapşırıq döyüşündə Dent Honko Timofey birinci yerdədir. Dərslərdə Ses-də birinci yerdədir. Reytinglərində qıraqda görə bilərsiniz hamısının. Minlərə qalxıb. Bunların reytingləri 67, 66, 60, 59, 58-dir. Yəni o qədər də çox deyildir. Taktiki baskın, bir taktiki baskına 1 puan verir. Yəni Gamer göstərdiyim bu 67 dənə tamamca əldə eləyib. Taktiki baskın eləyib. Sizinlə birinci dərsimiz bu qədər. Sizə göstərmişdim bayaq bunu. Sizin oynadığınız bütün oyunlar. Birinci dərsimiz bu qədər. Salamat qalın. Sağ olun.